sualımızı oxuyaq. Rafiq Nəzərov yazır ki, salam, aleyküm salam. Mənim fikrimlə yəqin ki, razılaşarsınız. Mən deistəm. Rəhman və rəhimli olan Allah necə olur ki, şər və zülm yaradır? Şər və zülm yaradan Allah rəhimli sayıla bilərmi? Çox sağ olun suala görə. Xeyr, Rəhman və rəhim olan Allah şər və zülm yaratmaz. Şər və zülmü yaratmaq Allahın ədl konsepsiyasının ziddinə olar. Bu da Allahın ədalətini kölgə içərisinə alır. Allah şər və zülm deyilən bir şey yaratmayıb. Siz soruşa bilərsiniz ki, axı Qur'an-ı Kərimdə şərin barəsində ayələr keçir. Məsələn, Ənbiya surəsinin 35-ci ayəsi var ki, insanların şər və xeyir əməllərlə sınağa çəkilməkləri barəsində Allah danışır. Bəli, Qur'an-ı Kərimdə bir nöqtəyə nəzər eləmək lazımdır. Bir ayə başqa bir ayənin izahını verir. Həmişə bir şeyin mənasını tapmaqdan ötürü növbəti ayələrə fikir vermək lazımdır. Yaxud başqa surələrdə ona bənzər misali ayələrə fikir vermək lazımdır. Çünki bir ayə başqa bir ayənin izahını verir. Hər zaman. Allah Qur'an-ı Kərimdə insanlarla insanların öz dilində danışır. Yəni insanın başa düşəcəyi bir dildə danışır. Allah şər yaratmayıb, amma şərin barəsində Qur'anda danışır. Allah dünyada insan üçün şərab deyilən bir şey yaratmayıb. Amma Qur'an-ı Kərimdə şərabın barəsində danışır. Məsələn, şərabın barəsində Qur'an-ı Kərimdə misali ayələr var. Qur'an-ı Kərimdə qissə ayələri var, hökm ayələri var. Misali ayələrdən birində, məsələn, buyurur ki, şərabın insanlara ticarət nöqteyi nəzərindən xeyri, həm də günahı var. Lakin günahı xeyrindən qat-qat çoxdur. Başqa bir ayədə, məsələn, Maidə surəsinin 90-cı, 91-ci, 92-ci ayələrində hökm ayələridir. Allah şərabın qadağan olunması barəsində o ayələrdə danışır. Yəni, yaratmadığı bir şeyin barəsində Qur'an-ı Kərimdə Allah ad gətirir. Şər nədir? Şər insanın qəlbində Allahın rəhmətinin, Allahın mərhəmətinin, Allahın ədalətinin sıfırlanmasının nəticəsidir. Yəni, insanın qəlbində Allahın rəhməti, Allahın mərhəməti, Allahın ədaləti sıfırlanarsa, insanın qəlbin cəhalət alar. Cəhalət insanın qəlbin alanda təkəbbür, tamah və həsəd insanı insaniyyətindən çıxardar. İnsan insaniyyətindən çıxandan sonra elədiyi fəsadları bəşər evladı, insan evladı